Salam dostlar, kanalımıza hoş geldiniz. Bugün yine qonağımız Assamaddır. Assamadın problemi nədir? Deməli, kapotu açanda kapotun zamokunun oturan yeri, deməli bu hissəsi, baxın bu hissəsi buradan qopub. Zakropdan elə bir ki qopub. Bunu inşallah dostlar öz zakropka yerinə istədim buradan söyleyeyim. O zakropka yerlərini direllə deşim, təzdən zakropka edeyim. Zavatçı kimi. Amma elə baxıram ki alınmayacaq. Çünki burası yox, burası yerini qopardıb bütün. Burası yerini qopardıb. Yerini təmiz qopardıb, çıxardıb. Ona görə də onu kontaktla xırda işləmək lazımdır. Ondakı problem nədir? O germetik vurublar orasına. Germetik niyə vurulub? Kapot balaca əzilib. Düzələndə germetik vurublar ki germetik onu tutsun. Ona görə də bu germetiki buradan qaşımaq lazımdır. Qaşımaq yanmasın. Onun içini heç olmasa təmizləmək. Görüm indi onu təmizləyək ki, yoxsa buranı kraska yandıracaq. Altdan germetik yanacaq kontakt vuranda. Üstdən burası yanacaq. Ona görə biraz germetiki qaşıyaq, papışıqlarını biraz çıxardaq, təzdən qoşulaq. İçini törətməsin o burada. Bunun hamısını çıxardaq. Sonra bizə mani olmasın. Yoxsa alışacaq. Bax, buralarında bax, germetiki vururlar ki tutsun. İndi biz buradan bura kimi təmizləsək, bizə bir damcı yer lazım. Bu polunu bəs eləyəcək inşallah. Deməli, onu burada belə germetiki çıxartmaq lazımdır. Bunu buradan çıxartsaq, bizə polunu bəs eləyir. Deməli, belə bunu da svarkaladıq. Svarkalayanda da yaxşı yarıda kontaktımız xarab oldu. Məcbur qalıb elektrodla svarkalamışıq. Ona görə belə bir şey alınıb. Nətər alınıbsa məncə yaxşı alınıb. İndi açılıb bağlanmağına baxaq. Buralarını da hamısını bağlamışdıq. İnşallah bunları şey edeyim, apışıqlarını bağlayaq. Burada biraz kraska vurarıq. Axırda hamısını göstərərik sizə. Deməli belə dostlar, gördüyünüz kimi buradan belə baxanda aradan görünür. Svarkalamışıq. İndi inşallah bunun üstünə biraz ağ kraska da vuracağıq. Yəni ki gələcəyində paslamasın. Allahın köməkliyi ilə bağlayırıq. İnşallah keçirik. Bu da maşının bağlanmağı. Kapotun açılmağına da bir daha baxalım inşallah. Kapotda açılmağı da görürsünüz. Rahatlıqla bağlanır, açılır. Öz də yerinə oturur. Baxdığınız üçün çox sağ olun. Bizimki videomuzda bu qədər.